Salam, hər vaxtınız xeyir olsun kanalımın izləyiciləri. Bugün mən sizinlə öküz ürəyi olan gilasdan mürəbbə hazırlayacağıq. Yəni iri gilasdan, çox böyük olan şirin gilasdan mürəbbə hazırlayacağıq. Burada məndə 1 kilo şirin gilas var. Yəni az hazırlayıram ki, sizə də bildirim ki, necə hazırlanır. Gilaslarımızın çərtəyini çıxardacağıq. Mən belə saç şpulkası ilə çıxardıram. Kim necə istəyir, elə də çıxarda bilər. Yəni mənə belə hasat gəlir deyə belə çıxardıram. Beləcə bütün gilaslarımızı çərtəyini çıxardacağıq. Gilasın çərtəyini çıxardandan sonra burada məndə 1 kilo gilas var. Çərtəyini çıxartdıq. İçərisinə 870 qram şəkər əlavə edək. Su tökməyəcəm. Yəni özünün şirəsi çıxınca gözləyəcəyik. Biraz şirəsi çıxandan sonra qaynamağa buraxacağıq. Buraxaq şiriyə çıxsın. Artıq gilasımız şirəsini buraxıbdır. Yəni altında şirəsi var. Ocağımızı yandıraq. Qarışdırmaq lazım deyil. Yuvaş-yuvaş ləyənimizi belə sirkələmək lazımdır ki, özü şirəsini buraxsın. Bir buğum qaynadıq, yenə şirədə saxlayacağıq. Budur, ortasından köpüklər qalxır. Çox gür xodda yandırmaq lazım deyil. Qazınızı bax belə alçaq xodda yandırmaq lazımdır. Tava şirəsini buraxınca alçaq xodda olmalıdır. Artıq şirəsini buraxdı. Bax, indi yuvaçcana qarışdırmaq olar. Buraxaq şirədə dursun. 2 saat, 3 saat şirədə dursun. Bir də qaynadacağıq. Artıq 2 saat şirədə durdu. Ocağımızı yandırdıq. Gilasımızı qaynadaq. Şəkəri altına yığılıbdır. Gilası artıq bişirəndə hansı mürəbbə olur olsun, bişməyə üzə hazırlayanda gür xodda bişirmək lazımdır. Gilasa su tökmək lazım deyil. Ona görə ki, gilasın özünün soku çoxdur. Budur, görün nə qədər 1 kilo gilas nə qədər sok veribdir. Artıq gilasımız bişdi, hazırdır. Yəni coşur, coşmaqda biraz ehtiyatlı olun. Yəni daşıb tökülə bilər. Gilasımızın içərisinə 1 çimdik lumu duzu əlavə edək. Rəngi gözəl olsun deyə
Limu duzu əlavə edirik. Buraxaq, gilasımız soyusun. Soyuyandan sonra bankalara yığacağıq. Mürəbbəmiz hazırdır. Çox gözəl rəngi var, çox gözəl alınıbdır, dənə var. Budur, rəngi də gözəldir. Özü də dənə var, alınıbdır.